icra nümayəndələri gəldi. Mən düşünmürəm ki, onlar özləri vaxtında sökmək istəmirdilər açığı. Çünki bunlar 4 ildir, 5 ildir bizi gəlib gedirlər onsuz da. Hətta bizim müştərilərimiz də onlar. Özləri deyir ki, biz buranı sökmək istəmirik. Yəni narahatçılıq da özləri. Sadəcə bunun kimsə tapşırılmışdı və yaxud da nə demişdi, məcbur qaldılar bir növ sökməyə. Yəni adamın baxırdım mən işçiləri, özlərinin də ürəyə gəlmirdi buranı sökməyə. 2018-ci ildən bəri sənətçiləri bir araya toplayan Flora Hostelin təsisçisi sosial biznesini davam etdirə bilmir. Çünki tarixi bina başqasına satılıb və oteli çevirmək məqsədi ilə bir çox otaqlar boşaldılıb. Həyətdə fəaliyyət göstərən kafe isə sökülüb. Biz sürətlə inkişaf etməyə başladıq və biz başlayanda çox balaca büdcə ilə başlamışıq və 2 dənə otaq götürmüşdük. Burada gördüyünüz 2 otaqlar götürmüşdük. Ondan sonra ətrafdakı bütün obyektləri biz icarəyə götürməyə başladıq. Həyətin hər tərəfində olan bütün obyektlər bizdə icarədə idi və bütün bu 1000 kvadratın içində teatr var idi, piano məktəbi var idi, burada incəsənət qaleriyaları var idi, rəsm məktəbi var idi, yəni səhnələr var idi. Biz kafe açmağa başladıq həyətdə, amma bu kafe elə bir kafe idi ki, tam sosial bir kafe demək olar ki, bu çünki bizim iqtisadi modelimiz elə bir iqtisadi modeldir ki, sosial biznes modelini nəzərdə tutmuşduq və sırf insanlarla işləyirdik, cəmiyyətin bütün fərdlərinə işləyirdik və bu səbəbdən də biz xeyriyyə konsertləri, bundan sonra biz yarmarkalar təşkil elədik. Yəni sənətçilərə dəstək olmağa başladıq. Hansı ki sənətçilər tanınmırdı, onlar gəlib bizim səhnələrimizdə çıxış elədilər və tanınmağa başladılar. Türkay Bayramov deyir ki, 2024-cü ildə binanın əsas mərtəbəsi başqasına satıldıqdan sonra 4 ildə qurduqları hər şey bir gündə fəaliyyətini dayandırmalı oldu. Necə deyim, icarədən başqa biz ödəniş götürmürdük onlardan. Sırf özlərini saxlamaqdan ötürü icarə haqqı götürülürdü. Və bu da doğrudurdu özünü. Çünki getdikcə inkişaf etməyə başlayırdılar. Yəni 2020-ci ildən 24-cü ilə qədər oradaydılar. Düşünün, sonradan yəni dağıldılar. Çünki başqa yerlərdə şəhər mərkəzində çox yəni bahalıdır icarə haqqları, həm də uyğun deyildi. Yəni bura bir girəndə həqiqətən ilk videoları görərsiniz, bura çox pis gündə idi. Həqiqətən pis gündə idi. Çünki divarlar hamısı aşınmışdı, bütün bina yağışın altında qalaraq hamısı tökülmüşdü. Çox pis gündə. Yəni tarixi bina idi, amma tarixi binaya oxşamırdı. Yəni buranı eləyən, yəni necə deyim, biraz gözəlləşdirən biz olmuşuq buranı. Türkay Bayramov deyir, sosial biznesin sığortası və dəstəkçisi sadəcə xalqdır. Floranın bağlanması daimi müştərilərin sənət adamlarının narazılığına səbəb olub. Hələlik isə sadəcə kafe, elə ilk icarəyə götürülən 2 otaqda fəaliyyət göstərməyə məcburdur. Necə yəni Flora dağıla bilər?